Musa günlərlə ayaqyalın və ac yol getdikdən sonra taqətdən düşmüş halda Mədiyən şəhərinə çatdı. Mədiyən Misir mədəniyyətinin olmadığı bir yer idi. Orada Misirdəki saraylar və bazarlar yox idi. Lakin insanlar Fironun zülmündən uzaq idilər və çox xoşbəxt yaşayırdılar. Burada Allaha ibadət və ədalət var idi. Hər kəs Firon və onun əsgərlərindən qorxmadan rahat gəzirdi. Musa dincəlmək üçün Mədiyən şəhərinin ətrafındakı bir quyunun kənarında dayandı. Gördü ki, kişilər bir-birini itələyərək quyudan su çəkirlər. İki cavan qız isə onların arxasında dayanıb baxır. Qızların qarşılarında bir neçə qoyun var idi. Bu mənzərə Musanın qeyrətinə toxundu. Musa irəli çıxıb qızlardan soruşdu. Burada niyə durmusunuz? Qızlardan biri. Quyudan su çəkməliyik. Gözləyirik ki, kişilər getsin, sonra biz də qoyunlarımızı suvaraq. Atamız qocadır. Ona görə də qoyunları həmişə biz suvarırıq. Deyə cavab verdi. Musa dərhal quyudan su çəkib qoyunlara su içirtdi. O Mədiyəndə heç bir yeri və heç kəsi tanımırdı. Hara gedəcəyini bilmirdi. Beləcə kölgəyə çəkilib yenə də Rəbbinə üz tutdu və xeyir istədi. Qızlar qoyunlarına su içirdib evə həmişəkindən tez qayıtdılar. Ataları təəccüblənib səbəbini soruşduqda onlar baş verənləri danışdılar. Bu iki qızın atası ağıllı və salih bir qoca idi. O eşitdiklərindən məmnun qaldı. Demək ki, o gənc Allahı razı salmaq üçün sizə kömək etdi, dedi. Sonra qızlarından birini gənci yanına çağırması üçün geri göndərdi. Qız utana-utana Musanın yanına gəlib dedi. Atam səninlə danışmaq istəyir. Sən həm də burada qəribsən. Yəqin ki, heç kəsi tanımırsan. Bizim əvəzimizə qoyunlara su verdin. Bu yaxşılığının haqqını ödəmək üçün atam səni yanına çağırır. Musa Allahın onun duasını qəbul etdiyini və ona doğru yol göstərdiyini artıq anladı. Dəvəti qəbul etdi və qızın arxasınca getdi. Qoca Şüeyb onu güləriz qarşıladı. Bir qədər sonra Musa başına gələn əhvalatı ona danışdı. Qoca onu səbir və təmkinlə dinlədikdən sonra qorxma, sən artıq zalım adamların əlindən xilas olmusan, dedi. Beləliklə Musa ən əziz və hörmətli qonaq kimi Şüeybin yanında qaldı. Bir gün qızlardan biri atasına: Atacan, Musanı çobanlığa işə götür. O, etibarlı insan oxşuyur, dedi. Qızının bu sözü Şüeybin ağlına batdı. Musanı yanına çağırıb dedi. Musa, özün görürsən ki, oğlum yoxdur. Artıq qocalmışam, iş görə bilmirəm. Məni işləməkdə kömək edəcək bir adama ehtiyacım var. Qızlarımdan birini sənə ərə vermək istəyirəm. Amma bunun üçün sən 8 il mənə çobanlıq etməlisən. Musa bu təklifi qəbul etdi. 8 il yanında işləmək şərti ilə onun qızlarından biri ilə evləndi. Şüeyb də Allahın peyğəmbərlərindən idi. Mədiyəndə illər çox gözəl keçirdi. Lakin Musanın qəlbində Misrə qayıtmaq arzusu var idi. Həm də onun Şüeyb peyğəmbərə söz verdiyi müddət artıq başa çatmışdı. Musa Mədiyəni tərk etmək istədiyi barədə öz arvadına dedi. Onlar Şüeyb peyğəmbərlə vidalaşıb yola çıxdılar.